Salam aleyküm dostlar. Toyuqları qış damından çıxartdıq və belə bir şey hazırladıq onlar üçün. Baxın, bu hazırlanmış konstruksiya necə bizə neçəyə başa gəldi, neynədir? Sizə videonun axırında onu təqdim edəcəm. İşimiz davam edir. Setkalar alındı. 20 metrənin metri yarıma. 2 top. İndi bunları toxuyacaq bura. 40'lık uqolnik vurulandan sonra svarka olunacaq və nəticədə bunlar toxunacaq bura. Toyuqların yetərincə geniş yerləri olacaq. Gördüyünüz kimi konstruksiyanı yığdıq. 60'lıq turba və 40'lıq uqolnik. İndi kraskalanma işləri davam edir. Kraskadan sonra setkanı çəkəcəyik. Ana sürü avstralovlarımızın çöl gəzintisi üçün düzəltdiyimiz yer hazırda dostlar. Bu içeriden görüntüsüdür. Keyfdədirlər. Nəhayət ki yazın gəlişi ilə azadlığa çıxdılar. Qış yerini tərk edib gəzintiyə çıxa biləcəklər.